Tanıyın kimdir həmən Kərbəla sultanı. O Hüseyndir ki tutub eşqi bütün dünyanı. O Hüseyndir ki ona kulli mələklər aşiq. Ona dağlar və dənizlər və küləklər aşiq. Ona daşlar və yağışlar və çiçəklər aşiq. O canı ilə və qanı ilə yaşadıb Qur'anı. Sevər ol kəs ağamı, olsa kimin vicdanı. Ey Hüseyn aşiqi, məclis ürəfa məclisidir. Harda var ismi Hüseyn, Kərbəla məclisidir. Bura bir haldakı şahi şühəda məclisidir. Bir rəvayət danışım sözlər üçün irfani. Saymayın söz bunu Fərhad və Şirin dastanı. Bu bir dənə rəvayətdir ki, bu da Fərhad Şirin Leyli Məcnundur. Günlərin bir günü Səlman ki Peyğəmbərin o gözəl səhabəsidir, da hamımız sevirik onu da. Səlman day biz əhl-i beytdəndir, Peyğəmbər deyib də şəninə. Günlərin bir günü Səlman dolanırdı şəhəri. Dərdini söyləməyə sanki gəzir bir nəfəri. Tez Əbazər dedi Səlman, daha at qəm kədəri. Mənə agah elə qəlbündə olan pünhanı. Əbazər də bilirsiniz də kimdir? Peyğəmbər buyurub ki, Həzrət Peyğəmbər buyurub ki, yerin göyün əhli Əbazəri yalan danışan görməyib. Bu cür dağcığa. Biri Səlman, biri Əbazər, indi görüşüblər. Səlman dərdli fikirli gəzir şəhərdən. Səlman yaxınlaşdı ki, at bu qəm kədəri. Mənə agah elə qəlbində olan pünhanı. Dərdi bölmək qutarar dərddən əmən insanı. Mənlə bölüş Səlman. Bu nə dərd? Gör nədir köksümdə mənim? Səlman deyir. Ey Əbazər, bu nə dərd? Gör nədir köksümdə mənim? Pəncütən, Əhl-i Beytin pəncütən sevgisi yeksərdir bu cismimdə mənim. Amma problemim buradadır, dərdim buradadır Əbazər. Amma eşqim Hüseynə ayrıdır qəlbimdə mənim. Qorxuram küfrü aparsın bu əməl Salmanı. Xəstə könlüm tapa bilmir özünə dərmanı. Deyir, Səlman deyir Əbazər, Allah şahiddir ki, Peyğəmbəri necə sevirəm, Əlini, xanım Zəhranı, Həsəni. Amma bu Hüseynin eşqi elə bil ayrılıb bunlardan. Mən deyəsən kafir olmuşam. Səlman deyir, qorxuya düşüb də, deyir, bu nədir? Səlman öz qəlbidəki eşqini agah elədi. Xeyli vaxt sustu Əbazər. Danışmadı. Xeyli vaxt sustu Əbazər. Sonra bir ah elədi. Bir dənə ah çəkdi. O da öz eşqini öz dostuna izah elədi. Səlman, neçə vaxtdır sevirəm sən dediyin cananı. Deməyə tapmamışam bir vəfalı insanı. Qorxubdan kiməsə demirdim. Deyirdim, deyərəm, deyərlər, bu dəli olub, bu kafir olub, nə olub buna? Deyir, elə mən də sənin dərdin. İmam Hüseyn ağanın da hədis yazır ki, 3-4 yaşı var idi. Bu hadisə baş verəndə, uşaq idi İmam Hüseyn ağa. Şirləşdilər, neyniyək? Əbazər deyir ki, nə bilək, biz necə düşdük bu dəli sevdaya? Tapdı cavabını, deyir, uşağı yaxşı tanır kim gətirib dünyaya. Gəl gedək eşqimizi ərz eləyək Zəhraya. Xanım Zəhraya deyək. O edər zülmətə düşmüş sualı nurani, həm ziyarət elə Cəbrail olan ünvanı. Gəl gedək Zəhra xanımın yanına, gəlirlər. Məhzəri Fatimiyə gəldi 2 ali cənab. Xanım, bu Hüseyn eşqi nədir? Qəlbimizi etdi kəbab. Fatimə söylədi ki, məndə buna yoxdur cavab.
sevirəm mən də süzün tək o gülü reyhani. Cavabım bəlkə Əli bilsin, odur bağbani. Gedəm Əlidən soruşaq. Əl-qərəz, məclis-i uşşaqə, uşşaq yəni aşiqlərin cəminə deyərlər də. Bu 3 nəfər ki bir yerdədir, xanım Zəhra, Səlman, Əbazər. Məclis-i uşşaqə özü gəldi Əli. Bu da bir işdir, niyə özü gəldi, bunlar getmədilər. Bu da qalsın soruyan. Əl-qərəz, məclis-i uşşaqə özü gəldi Əli. Ona da oldu sual, eşq-i Hüseynin məsəli. Cavabım yoxdur dedi. Tək bunu anlattı Vəli. Necə süz heyranısız, mən də onun heyranı. Rəsulullah'a gedib eyliyə gün eylani. Dedi gedəm Peyğəmbərin yanına, mən də bilmirəm. Amma mən də sizin kimi aşiqəm ona. Gəldilər Həzrət Peyğəmbərin yanına. Hal qəza ki, ya Peyğəmbər, bu sualla gəlmişik yanıva ki, bu nədir İmam Hüseynin eşqi ürəklərimizi yandırır? Peyğəmbər cavab vermədi, dayandı. Sonra başladı danışmağa. Rəsulullah edə bilməzdi həvadan təhlil. Öz nəfsindən danışmazdı. Ayə var, gözləyirdi ki, Allah nə deyəcək. Rəsulullah edə bilməzdi həvadan təhlil. Gözlədi Allah ona bir xəbər etsin nazil. O məqam indi yerə ruh ilə min Cəbrail. Ya Peyğəmbər, Allah salam göndəribsin. Dedi de, sevmək Hüseyni qoruyar imanı. Odur Allah dedi İslam dininin qurbanı. Odur meydanı məhəbbətdə giyən qanlı kəfən. Odur meydanda mübarək başı daldan kəsilən. Odur başsız qumun üstündə qalan qanlı bədən. Odur öz ölümü ilə məğlub edən düşmanı. Odur daşla vırılan Kərbəla mehman. Ya Peyğəmbər, Allah bilsən yəni dedi yenə, bunu dedi. Odur səqqası xəcil. Odur əbəlfəzi xəcalətdir. Odur səqqası xəcil, sahili ümmanda ölən. Odur bir oğlu şücaət ilə meydanda ölən. Odur bir körpə qızı çöllü biyabanda ölən. Odur övlad boğazından çıxaran peykanı. O səpibdir göyün üzünə bir ovuc mərcanı. Ya Peyğəmbər, nə qədər eşq ola? Cəbrail deyir, Allah belə buyurur. Ya Peyğəmbər, nə qədər eşq ola layiqdir ona. Rahi eşqi, eşqin yolunu, rahi eşqi kimi tutmuşdusa raşiqdir ona. O elə bəndədir, Allah özü aşiqdir ona. Nə Səlman, nə Əbazər. O elə bəndədir, Allah özü aşiqdir ona. O da Allahına aşiqdir. Veribdir canı, tökübdür qanı. Nədir bir can? Verər Allaha ola min canı. İmam Hüseyni siz tanımırsınız elə. Allah üçün min dəfə ölər dirilər. Bunu elşən deməsən ruhuva məqsəb olmaz. Bir fayda olmaz sənin ruhuva bu şehirdən. Burada bir dənə şeyi yaddan çıxardıbsan. Özümə sual verdim. O hamısının saytımda dağ, yer, günəş, çay, mələklər, quşlar, hamı nə qaldı? Allahın özündə dedim. Elşəm, bunu deməsən ruhuva məqsəb olmaz. Bunu elşən deməsən ruhuva məqsəb olmaz. Hüseyn aşiqləri itirə, sənə mənsəb olmaz. Denə, min aşiq ola, heç biri Zeynəb olmaz. Nə Səlman, nə Əbazər. Denə, min aşiq ola, heç biri Zeynəb olmaz. Nə bilirlər ki, nədir Şamda əsir karvanı. Zeynəb də karvanın qəmçiyən sərvanı. Da gəldi 2 beytdə, bir beyt xanım Zeynəbdən deyəcəm. Haqqı bərpa eləyən məzhəb elə Zeynəbdir. Ki, Həzrət Əbəlfəzdən deyəsən, İmam Hüseyn ağadan deyəsən,
Xanım Zeynəbdən deməyəsən, düz gəlmək. Bir beyt. Haqqı bərpa eləyən məzhəb elə Zeynəbdir. Qəhrəmanlıq sözünə mətləb elə Zeynəbdir. Desələr kimdir bu Zeynəb? Dilivin əzbəridir. De Əlinin qızıdır. Haqqın ələmpərvəridir. Desələr vardı mı bir kəs ki onun bənzəridir? De xanım Zeynəbə bənzərli gözü müştəridir. Ona bənzər bu fəqət. Zeynəb elə Zeynəbdir. Ey nağılbaz, mənə rüstəmləri tərif eləmə. Yazmaram şeir o rüstəmlərə təklif eləmə. Məni boş sözdə, onsuz da ömrümün yarısı ilə boş sözlə keçdi. Kaş keçməyəydi. Məni boş sözdə, xurafatda müəllif eləmə. Sən şücaət nişanın, qəhrəmanlıq medalını, sən şücaət nişanın hər kəsə təltif eləmə. Qəhrəmanlar yetirən məktəb elə Zeynəbdir. Qəhrəmanlıq sözünə mətləb elə Zeynəbdir. Bayramımız mübarək olsun inşallah.